Napolyon Bonapart 1767-ci ildə Korsika adasında anadan olub. Atası Karlo Bonapart vəkil idi. O Fransa kral ailəsindən xidmət göstərirdi. 1771-ci ildə xidmətlərinə görə ona zadəgan titulu verilir. 1779-cu ildə Napolyon təhsil almaq üçün Fransaya yollanır və hərbi məktəbdə təhsil almağa başlayır. Napolyon məktəbdə zəkası ilə digər şagirdlərdən seçilirdi. Dərslərdə əldə etdiyi uğurlar onun 1784-cü ildə Paris Kraliyyət Hərbi Məktəbinə daxil olmasına imkan yaradır. 1785-ci ildə atası vəfat edir. Karlo Bonapartın ölümündən sonra ailə maddi cəhətdən çətinliklə üzləşir. Napolyon hərbi məktəbi yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qalır. Lakin ciddi səylə çalışaraq 2 illik təhsili 1 ilə başa vurmağa nail olur. Təhsilini başa vurduqdan sonra Napolyon leytenant rütbəsi alaraq hərbi məktəblərin birinə təyinat alır. 1791-ci ildə Fransa inqilabında böyük rol oynayan Yakobinlər dərnəyinə üzv olur. Uzun sürən müharibələr Fransanın iqtisadiyyatını iflic etmişdi. 1792-ci ildə xalq üsyana qalxdı. Kral Louis ölkədən qaçmaq istəyərkən yaxalanır və edam edilir. Kralın edamı digər Avropa ölkələrində şok effekti yaratmışdı. Eyni aqibəti özlərinin də yaşaya biləcəyindən qorxan digər Avropa ölkələri Fransaya qarşı müharibəyə başlayır. Ölkədəki qarışıq vəziyyətdən istifadə edən Yakobinçilər hakimiyyəti ələ keçirirlər. Hakimiyyət uğrunda müharibə ölkəni qan gölünə çevirmişdi. Üsyanlar bir çox şəhərləri bürümüşdü. Ən böyük üsyan Tolun şəhərində baş vermişdi. Şəhər əhalisi üsyana dəstək üçün ingilislərdən kömək istəmişdi. Bunu fürsətə çevirmək istəyən ingilislər dərhal şəhərə hərbi dəstə göndərmişdilər. Fransızlar da üsyanı yatırmaq üçün əraziyə ordu göndərmişdilər. Ancaq Fransa ordusunda zabit çatışmazlığı vardı. Bir çox zabitlər ordudan qaçmışdı. Şəhərə göndərilən ordunun topçu birliyinə komandir olaraq 24 yaşlı Napolyon Bonapart təyin edilir. Gənc və təcrübəsiz Napolyondan hökumət ümidli deyildi. Napolyon birliyə təyin olunan kimi ingilislər üzərinə hücuma başlayır və onları məğlub edərək ərazidən uzaqlaşdırır. Buna görə ona general-mayor rütbəsi verilir. Karyerasına sürətlə yüksələn Napolyon bir il sonra həbs olunur. Belə ki, 1794-cü ildə Yakobinlər hakimiyyətdən uzaqlaşdırılır və onlara yaxınlığı ilə bilinən Napolyon həbs edilir. Lakin 2 həftə sonra sərbəst buraxılır. Ancaq heç bir vəzifəyə təyin edilmir. Bu zaman Fransada kral tərəfdarları üsyan başladır. Üsyan zamanı Parisdə cəmi 5000 hərbisi var idi və onlar üsyanı yatırmaq üçün kifayət deyildi. Həmçinin əsgərlərin başında komandir yox idi. Heç kəs bu çətin vəzifəyə getmək istəmirdi. Ancaq Napolyon üsyanı qısa zamanda yatıra biləcəyini deyərək vəzifəni qəbul edir. Vəzifəyə təyin olunan kimi əsgərlərə çoxlu sayda top tapmalarını tapşırır. Qısa vaxt ərzində 40 top təmin edilir. Napolyonun zəkası və acımasızlığı sayəsində üsyan yatırılır. Bu uğura görə ona general-leytenant rütbəsi verilir və İtaliyadakı Fransa ordusuna komandan təyin edilir. Napolyon İtaliyaya gəlib çatanda ordunun vəziyyətinin ağır olduğunu görür. Əsgərlər aclıq və səfalət içərisində idi. Bir çoxunun silahı belə yox idi. Onlar qarşısında çıxış edən Napolyon çıxış yolu kimi İtaliyanın zəngin şəhərlərini ələ keçirməyi təklif edir. Bunun ardınca isə ard-arda qələbələr qazanır. Avstriya ordusunu Viyanaya qədər qovur. Napolyon sayəsində Fransa qələbə qazanmışdı. Ancaq İngiltərə ilə müharibə hələ də davam edirdi. Hökumət tərəfindən Napolyon İngiltərə ilə savaşan orduya komandan təyin edilir. Lakin dənizdə ingilislərlə müharibə aparmaq mümkün deyildi. Məğlubiyyət qaçılmaz idi. Napolyon çıxış yolu tapmışdı. Misri işğal edərək ingilislərin müstəmləkələrinə gedən yollarını bağlayaraq onları sülhə razı salmaq olardı. Napolyon qısa müddət ərzində Misirin böyük bir hissəsini ələ keçirir və Fələstinə doğru irəliləyir. Ancaq burada İngilis Osmanlı Birləşmiş Qüvvələrinə məğlub olur. Bu zaman Avropada savaş yenidən başlamışdı. Birinci koalisiya müharibəsində itirdiklərini geri almaq istəyən Avropa ölkələri Fransaya qarşı yeni bir savaşa başlamışdılar. Napolyon üçün növbəti dəfə xilaskar olmaq üçün şans yaranmışdı. Beləliklə Napolyon 1799-cu ildə Misirdən ayrılıb Fransaya qayıdır. Ölkədəki qarşılıqdan istifadə edən Yakobinlər yenidən hakimiyyətə gəlmək üçün çevriliş planı hazırlamışdılar. Plana görə ordunun başında yenə Napolyon olmalı idi. 1799-cu ildə plan baş tutur. Beləliklə ölkə 3 nəfərin idarəsinə verilir: Sieyes, Dukas və Napolyonun. Lakin Fransa hələ də müharibədə idi. Ordunun başına keçən Napolyon Avropa Birləşmiş Qüvvələrini məğlub etməyi bacarır və 1801-ci ildə sülh müqaviləsi imzalanır. İngilislər növbəti dəfə məğlub olmuşlardı. Bu uğurdan sonra Napolyon özünü ömürlük konsul elan edir. 2 il sonra isə xalq arasında referendum keçirərək onun imperator olmasını istəyib istəmədiklərini soruşur. Referendumun nəticəsi 99%-in Napolyonun imperator olmasını istəməsi ilə nəticələnir. Beləliklə 1804-cü ildə Napolyon imperator elan olunur.
Ruslar 1. Aleksandr 1805-ci ildə Böyük Britaniya ilə ittifaq bağlayır. Məqsəd Fransanı 1792-ci ildəki sərhədlərinə qaytarmaq idi. Sonradan bu ittifaqa Avstriya, İsveç və Neapolda qoşulur. Birləşmiş qüvvələr 70 minlik ordu ilə Napoleonun üzərinə hücum edirlər. Lakin Napoleon onları məğlub edir. Beləliklə Viyanaya yol açılır. 13 noyabrda Viyana döyüşsüz təslim olur. 1807-ci ildə Fransa ilə Rusiya və Prusiya arasında Tilsit sülh müqaviləsi imzalanır. Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur. Bu da Böyük Britaniyanın izolə olması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət boykotu, kontinental blokada siyasətini yürüdür. Napoleon hakimiyyətinin ən yüksək nöqtəsi Tilsit sülhü adlandırmaq olar. 1809-cu ildə Napoleon uzun sürən müharibələrdən və döyüşdən sonra Fransaya qayıdır. Onun geri dönməsinə istifadə edən Avstriya Hersoq Karlın başçılığı ilə Bavariya üzərinə hücuma keçir. Napoleon qüvvələrini Viyananın cənub-şərqinə toplayır. Esting döyüşündə Avstriyalılar Fransanın qarşısını kəsirlər. Bu döyüş Napoleonun ilk məğlubiyyəti kimi tarixə düşür. Napoleon 1812-ci ildə Rusiyaya qarşı müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir. Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Kutuzov 1. Aleksandr tərəfindən baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi. Biz Napoleona qalib gəlməyəcəyik, biz onu aldadacağıq. Ruslar ölkənin içərisinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleonun ordusu azlığa, soyuğa və xəstəliyə düçar olur. Rusları Napoleonla danışıqdan qaçır. 18 oktyabrda Napoleon geri dönmək əmrini verir. Bu məğlubiyyət Almaniyada xalqın hərəkətlənməsinə səbəb olur. 2-ci Wilhelm Ruslarla ittifaq bağlayaraq azadlıq müharibəsinə başlayır. Napoleon pis təlimli ordusu ilə öz hərbi təcrübəsinə arxalanaraq Almaniya üzərinə hücuma keçir. 1813-cü ildə Leipzig yaxınlığında xalqlar döyüşü fransızların qəti məğlubiyyətindən xəbər verirdi. Müttəfiqlərin Parisə daxil olması ilə imperator taxtından imtina edir. Napoleon 20 aprel 1814-cü ildə Aralıq dənizindəki Elba adasına sürgün edilir. 1815-ci ildə sürgündən qaçaraq Parisə daxil olur və əvvəlki mövqelərini qaytarmaq üçün yeni müharibəyə başlayır. Lakin Waterloo döyüşündəki məğlubiyyətdən sonra onun ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelen adasına sürgün edirlər. Müqəddəs Yelen adasında ikən Napoleon öz memuarlarını yazır. Səhhətinin get-gedə pisləşməsi ilə 5 may 1821-ci ildə 51 yaşında vəfat edir.